İzləyicilər bir daha salamlayırıq. Biz şəhidimizin vətən uğrunda canından keçən Şahmurad qardaşımızın ruhu şad olsun. Şəhidin bayrağını dəyişəndə dediyim kimi hər zaman, hər gün şəhid anaları məzar önündədir. Bax bu günləri rastlaşdıq şəhid anasından. Bunların bir narazılığı var. Yolu təmizləyin Bir dənə bizim Biləsuvarımızda bax hər zaman şəhidlərə diqqət var. Şəhid analar deyir ki, bura bir heç olmasa bir adamı ola. Ancaq bura yəni şəhidin o belə deyim də məzarın ziyarət etməyə getməyə yol yoxdur. Buranı təmizləməyinə dəstək olsun. Bax danışanda deyirik ki, bir iş görəndə bizdən səhv tutursunuz. Bax bunu ona görə şəhid anası dedi, çək mən də deyirəm bu çəkir. Allah önündə dursun ki, sən düşmüsən belə həll eləyirsən. Eləncə uşaqlara yada salsan, Allah da səni yada salsın. Allah səni var eləsin. Bu da var. Yenə də deyirəm, bir 4 yaşı vardı, dünyanın ucundan baxdı, getdi. Anası xəstəliyə saldı. Tək anadır, gələ bilmir, infarkt adamdır, ağız burun əyilir, gedir. Hamil, deməli anamızın narazılığı nədir? Buradan deyir, oğlumun məzarını ziyarət etməyə gələ bilmirəm, tikanlardır. Bura deyir, biri lap pulunla da olsa, təmənlə ilə də olsa, buranı şey eləməyə. Həməşə siz eləyibsiniz. Allah sizi var eləsin. Gözümüz üstə, nə pulun, nə şeylə pulsuz. Bax, qardaşımız boynuna götdü və buna alnından öpürəm. Var olsun. Danışanda elə danışırıq. Biri bir bayraq dəyişəndə, biri bir iş görəndə ağız göçəklər səhv tutur, belə eləyir. Bax, görsən bugün gəlsən məzarlığa, sən şəhidin anasının problemini də biləcəksən, dəstək də olacaqsa. Anamızın əllərindən öpüb, qarşısında baş əyirik. Anam həqiqətən də, bax, dilimizdə yox, biz əməlimizdə də eləyirik. Hər zaman yanlarındayıq. Qarşılarında başı. Şahmurad qardaşımızın anasıdır. Şahmuradın ruhu qarşısında baş əyirik. Allah sizi var eləsin, ana. Allah sizi var eləsin. Siz nə üçün şəhidin? Qonşu xalası. Bax, xalası. Allah can sağ eləsin. Qardaşımız boynuna götdü. İndən belə anam. Bura hər zaman təmiz olur. Söz verdi, eləyəcək. Bax, Şahmuradımızın da şəhidimiz Şahmuradın da bayrağı təzələndi. Allah Şirxana can sağlığı versin. Şirxan hər zaman bizləndir. Daha bu günləri vaxt olmadı, işi olmadı, burada olmadı. Bakıda olduğuna görə sabah yenə də bizləndi. Şirxan Allah ona rəhmət eləsin. Və 3 dənə bayrağın da pulun verdilər yolda. İkisini Etibar qardaşımız verdi. Çikol ustası, birində Famil Xırmandalı kəndindən. Allah canlarını sağ eləsin, var olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin.